Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında 2 aydır tələbələrin təqaüdü ödənilmir. Tələbələr sosial şəbəkələrdə etdikləri paylaşımda belə deyiblər. Məsələyə aydınlıq gətirmək üçün akademiyanın tələbələri ilə görüşdük. Bəli, düzgündür, biraz ləngilir. Təxminən nə vaxtdır? 2 ayda verilmir. Fevral və mart. Deyirik, hələ ki deyirlər gözləyin, məlumat veriləcək. Məsələn, hangi problemlər yaradırsınız? Yəni, gəlirə köməklik eləyir də. Əsasən də, məsəl üçün, rayondan gəlib burada yaşayan tələbələr üçün daha çətinlik yaradır. Nə qədərdir təqaüdünüz? 110 belə. Fevraldan verilmir. Səbəb? Veriləcək deyilir, amma verilmir. 2 aydır, hətta 3 aya keçib də, aprel ayı da verilməlidir, vermirlər, biz də qalmışıq belə. Yəni soruşursunuz amma. Bəli, soruşuruq, deyirlər veriləcək, biz də gözləyirik. Məsəl üçün, mən kredit ödəyirdim, ona güvənirdim. Məsəl üçün, 3 aydır məcbur oluram, borc alıram, indi onu gözləyirəm, gəlsin verim, o da hələ gözləyirik. Tələbələr bildirir ki, bununla bağlı rəhbərliyə müraciət etsələr də, məsələyə aydınlıq gətirən olmayıb. Hardasa mən bildiyim qədərilə bir ay yaxında mən eşidirəm bu sözü ki, bəli, şikayətləri eşidirəm ki, yəni alınmır təqaüd. Bəs nə ilə izah olunur əziz? Vallahi heç bir açıqlama verilmir, düzün desəm, yəni yalan nə deyim. Diploma hazırlaşırıq, biz az qalıb diploma hazırlaşmaq, orada da bizdən çoxlu maddiyyat tələb olunur ki, o çıxartdırmaq. Bizim elədir ki, ixtisasımız orada dizayn oxuyuram da mən, bizə çoxlu, necə deyim, yüksək gəlirli, bəli, çox gedir, amma ikinci semestr başlayandan biz heç bir stipendiya almamışıq. İndi bizə də, bəli, bu da çətindir. Rəssamlıq Akademiyasından sorğumuza cavab olaraq bildirilib ki, məsələ rəhbərliyi tərəfindən ciddi nəzarətə götürülüb. Hazırda müvafiq sənədləşmə işlərinin qısa müddət ərzində tamamlanması və gecikmiş təqaüdlərin tam şəkildə ödənilməsi istiqamətində işlər intensiv şəkildə davam etdirilir. Gecikmənin səbəbləri aradan qaldırılaraq ödənişlərin yaxın zamanda tam şəkildə həyata keçirilməsi nəzərdə tutulur deyə təhsil müəssisəsindən bildirilib. Sevinç Vaqif qızı, Səbuhi Mustafayev, Xəzər xəbər.